Oğru dünyası ilə əlaqədar şübhəli bilinən 33 şəxsə rəsmi ittiham irəli sürülüb. Onlardan 27-si sübh saatlarında saxlanılıb. İkisi cəza çəkmə müəssisəsindədir. 4 nəfər barəsində isə axtarış elan olunacaq. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər xaricdə olan qanuni oğru Mamuka Çıxabericedən göstərişlər alaraq onun tapşırıqlarına uyğun hərəkət ediblər. Onlar tərəflər arasında maliyyə mübahisələrini həll edərək ödənişlər tələb edib, mənfəət götürüblər. Müəyyən olunmuş müddət pozulduqda isə fiziki hesablaşma və qətlə yetirməklə hədələyiblər. Cinayət 15 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Tbilisi şəhər şurası yaxınlığında saxlanılan şəxslərin məhkəmə prosesləri səhərdən keçirilir. Hakim Vaso Bericeni 173-cü maddənin pozulmasında təqsirli bilərək 5000 lari məbləğində cərimələyib. 166-cı maddə üzrə təqdim olunmuş ittihama gəlincə isə məhkəmə bu istiqamətdə inzibati icraata xitam verib və Berice məhkəmə zalından azadlığa buraxılıb. Paralel olaraq daha 4 şəxsin Tornike Toşxua, Nato Bolkvadze, Mariya Mekantisişvili və Şako Bağdoşvilinin işi üzrə məhkəmə baxışı davam edir. Paytaxt Sakreblosu yanında keçirilən aksiyada 10 nəfər saxlanılmışdı. Daxili İşlər Nazirliyinin məlumatına görə saxlanılanların əlində təhqiramiz məzmunlu plakatlar olub. ABŞ səfirliyi jurnalist Vaxo Sanayanın saxlanılması ilə bağlı Azadlıq Radiosunun sualını cavablandırır. Biz Gürcüstan hökumətinin nifrət nitqinə qarşı mübarizə idarəsinin fəaliyyətindən narahatıq. Yalan və yanlış yanaşmalara ən yaxşı cavab məcburi sükut deyil, daha çox söz azadlığıdır, deyə Azadlıq Radiosunun ünvanlanan cavabda bildirilir. Məktubda həmçinin səfirliyin senzura və arzu olunmaz fikirləri boğmaq üçün istifadə edilən məhdudlaşdırıcı qanunlara qarşı olduğu qeyd edilir. Bəyanata hakim komandada reaksiya verib. Avropa İttifaqının genişlənmə perspektivi və üzvlük şərtləri ilə bağlı Şalva Papuaşvilinin bəyanatı yenidən siyasi qiymətləndirmələrin mövzusudur. Müxalifət bildirir ki, iqtisadi tərəqqi və təhlükəsizlik üçün Gürcüstana Avropa İttifaqı üzvlüyü lazımdır. Belə bəyanatlar isə ölkəni bu məqsəddən uzaqlaşdırır. Hakim komanda isə bəzi şəxslərin təşəbbüsləri reallaşacağı təqdirdə Avropa İttifaqının Sovet İttifaqına oxşacağını bildirir. Xatırladaq ki, Almaniya Avropa İttifaqında qərar qəbulu prosedurunun dəyişdirilməsi və konsensus prinsipinin ləğvi təşəbbüsü ilə çıxış edib. Əsas səbəb kimi veto hüququnun ləğvi göstərilir. Kutaisi hava limanında yeni uçuş-eniş zolağı payızda açılacaq. İşlər aktiv şəkildə davam edir. İqtisadiyyat Nazirliyinin məlumatına görə müstəqil Gürcüstan tarixində ilk dəfə bu miqyasda aviasiya infrastrukturu layihəsi həyata keçirilir. Yeni infrastruktur istifadəyə verildikdən sonra hava limanı dünyanın ən iri qabaritli hava gəmilərini qəbul edə və onlara xidmət göstərə biləcək. Layihənin ümumi dəyəri 240 milyon laridir. Rustaveli prospektinin tam bərpası çərçivəsində Georgian Water and Power tərəfindən iri miqyaslı işlərə başlanılıb. Layihə Rustaveli prospektinin su təchizatı və çirkab su infrastrukturunun tam yenilənməsini hədəfləyir. 5 kilometrdən çox uzunluqda su təchizatı və kanalizasiya şəbəkəsinin yenilənməsi planlaşdırılır. 87 əsas quyu və 15 müasir yanğın hidrantı quraşdırılacaq. Layihə Aqualia'nın yüksək beynəlxalq standartlarına uyğun həyata keçirilir ki, bu da infrastrukturun uzun müddətli davamlılığını təmin edəcək. Bu layihəyə Georgian Water and Power təxminən 1 milyon lari investisiya yatırır. Ukrayna prezidenti ABŞ-a səfər edib. Vladimir Zelenski səfər çərçivəsində ölkə prezidenti Donald Trump və onun komandasının nümayəndələri ilə görüşəcək. İsrailin baş naziri Benyamin Netanyahunun da ABŞ-a səfəri planlaşdırılır. Trump ilə görüşün əsas mövzusu yaxın şərqdəki hadisələr olacaq. Vaşinqtonda Netanyahunun səfərinə qarşı Fələstin meyilli aktivistlərin etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları ABŞ hökumətindən Beynəlxalq Cinayət Məhkəməsinin qərarını icra edərək Netanyahunun saxlanmasını tələb edirlər. Prezident Trump isə Netanyahunun həbs olunma təhlükəsinin olmadığını bildirib. Müxtəlif ölkə liderləri, həmçinin senator Lindsey Graham'in dəfn mərasimində iştirak etmək üçün ABŞ-a səfərə gəlir. ABŞ nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasının iclasına Fransa nümayəndəsinin çıxışı zamanı etiraz olaraq tərk edib. Etiraz fransız diplomatların ABŞ-ın insan hüquqları məsələlərinə görə tənqid etməsinə cavabdır. Tənqidlər Volker Türk'ün BMT-nin insan hüquqları üzrə ali komissarı vəzifəsinə 4 illik müddətə yenidən təyin olunmasından sonra başlayıb. Fransa bunu dəstəkləsə də ABŞ qarşı çıxıb. Fransanın BMT-dəki nümayəndəliyinin tənqidinə cavab olaraq ABŞ səfiri Fransanın insan hüquqlarını kobud pozanları dəstəklədiyini bəyan edib. Gürcüstan B və C hepatitlərinin eliminasiyası istiqamətində əldə olunan tərəqqinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən beynəlxalq səviyyədə tanınmasını gözləyir.
Səhiyyə Nazirliyinin bildirdiyinə görə C hepatitinin eliminasiyası proqramı ölkə səhiyyəsinin əsas uğurlarından biridir. Gürcüstan bu il Ümumdünya Səhiyyə Təşkilatından 2 istiqamətdə C hepatitinin eliminasiyası və B hepatitinin anadan uşağa keçməsinin qarşısının alınması üzrə beynəlxalq validasiya almağı planlaşdırır. Hər iki istiqamət üzrə müraciət validasiyasının ən yüksək səviyyəsini almaq üçün hazırlanmışdır. Qaçqınlar Agentliyi 300-ədək məcburi köçkün ailəsi üçün mənzillər satın alacaq. Mənzil verilməsi təsdiqlənən ailələrin siyahısı artıq qurumun saytında yerləşdirilib. Ailələrə Gürcüstanın istənilən regionda özləri mənzil seçib təqdim etmələri üçün 6 ay müddət verilir. Cari ildə agentlik artıq 1640 məcburi köçkün ailəsinə mənzil satın alıb. Anakliya Gənclər Düşərgəsi Tbilisi Dövlət Tibb Universitetinin tələbələrini qəbul edir. Düşərgədə idman, maarifləndirici və mədəni tədbirlər təşkil olunur. Tələbələrin deputatlarla görüşü çərçivəsində gənclər siyasəti və ali təhsil sahəsindəki layihələr müzakirə edilib. Düşərgə Gürcüstan Təhsil Nazirliyinin dəstəyi və Gənclər Agentliyinin təşkilatçılığı ilə keçirilir.